Rəsul 1 saatda fırlanır. Heç olmasa gedək oturaq bir yerdə çay içək. Bu qədər simic olma. Hayır, mən simiz də eləmir. Prosta gedib o çayxanada mayası 20 qəpik olan çaya 10 manat verəndə adamı yandırır. Hə, yaxşı, razıyam. Heç olmasa gedək bir yerdə oturaq yemək yeyək, mədəmizə bir şey getsin. Demirəm ki, yemək gedək, yeyək də ürəyin hansı restoranda istəyir oturaq. Prosta mən istəyirəm biraz romantik olan. Yemək zakaz eləyək. Oturaq çəmənliyin, otluğun üstündə o kinolardakı kimi bir-birimizlə baxışa-baxışa yeyək. Hə, problem deyil. Zakaz ilə oturaq. Yox, sonda mən sifariş edirəm gəlsin. Siyah. Ay Rəsul, nə oldu? 1 saat keçsi gəlmədi bu. Aynen, zarafat öyle. Gəncədən buraya ən azı 4 saatlıq yol. Gəncə nədir? Bilmirsən, Bolt Food artıq Gəncədə də fəaliyyətə başlayıb. Hə, ona görə girdim Bolt Food'a, dedim göndərin kuryerinə, dedilər kuryer göndərmirik də Bakıya. Dedim, siz qoyun taksiyə, mən qabağına çıxacağam. Həm də 2-3 manat qabağa düşürük. Bildim ay Rəsul, o taksi pulu ən azı 30 manat verir. Onu kim verəcək? Sən öyle onu düşünəşməmişəm. Atlas, canım üçün atlas. Ürəyim yatmış da, şu ağırlandı. Nə yaxşı. Ona görə özümüz gedirik Gəncəyə, alırıq gəlirik. Yazın əvvəlində Gəncə çölündə